Allahın qulu olmaq, Allahın köləsi olmaq deyil. Allahın kölələrə ehtiyacı yoxdur. Allahın işçilərə ehtiyacı var. Nə iş görür insan yer üzündə? İnsan həyatının mənası nədir deyə tez-tez soruşurlar. Quşun həyatının mənası uçmaqdır. Uçuş azadlığının gözəlliyini daşımaqdır. Balıqların həyatının mənası dərinliklərə baş vurmaqdır. İnsanın həyatının mənası həqiqət, gözəllik və ədalət paylamaqdır. Nə iş görürsə yaxşı adamlar öz işində məmur ola bilər, rəssam ola bilər, muzikant ola bilər, şair ola bilər, bənna ola bilər. Nə olursa olsun, yaxşı adam öz işində ədalət, həqiqət və gözəllik səmir. Nəcib insan deyir, buludların arxasından görünən ay kimi yer üzünü işıqlandırır.